Bismillahirrahmanirrahim. Yaratdıqlarının sayı qədər Allaha həmd və sənalar, Rəsulü Muhammed sallallahu aleyhi və səlləmə isə salat və salamlar olsun. Allah subhanahu və Teala biz qullarına olan mərhəmətindən dolayı hidayət yolunu göstərmək üçün nəbilər və dəvətçilər göndərmişdir. Rəbbimiz Əzzə və Cəllə bu tövhid imamlarını, yəni nəbilərini və onların varisi olan dəvətçiləri vəsf edərkən, onların tövhid dəvətləri ilə yanaşı, gözəl əxlaqlarından da bəhs edir. Onlar, öz qövmləri içərisində sadəcə fərqli fikirləri ilə önə çıxan, cəmiyyətin vərdiş etdiyi düzənləri sarsıdacaq sözlərlə dəvətlərini məhdudlaşdıran şəxslər deyildilər. Onlar insanların qınamasından qorxmadan insanları haqqa dəvət edənlərdir. Allahın səlamı hamısının üzərinə olsun. Bugün bizlər təəssüf ki, onlardan alacağımız örnəyi və əxlaqı itirmiş bir vəziyyətdəyik. Tövhidi söyləmlərə sahib olduğumuz üçün özümüzü əxlaqi fəzilətlərdən ehtiyatsız, müstəğni zənn edirik. Bunu dili ilə ifadə edən əlbəttə yoxdur. Lakin davranışlar araşdırıldıqda şuur altında bunu görə bilirik. Halbuki əxlaq və tövhid ayrılmaz bir bütövdür. Tövhidin qorunmasını və digər insanlarda təsir oyatmasını təmin edəcək ən böyük dayaq əxlaqdır. Tövhid sadəcə tağutlardan uzaqlaşmaq, təbərri etmək deyil. Bir çox müsəlman zamanın tağutlarından və ideologiyalarından uzaqlaşdığı zaman sanki işi kökündən həll etmiş kimi bir psixologiyaya girir. Özünü nəsiyyətlərə qapadıb, daxili dünyasında mən onsuz da tövhid əhliyəm, mənə əxlaqi fəzilətlər yönündən bir dəvət lazım deyil tərzində düşüncələrlə özünü alladır. Təbiri caizsə, əxlaqi fəzilətlərlə bağlı mövzuları ancaq sufilər, mürciyyələr və ya başqa firqələr maraqlanar. Biz daha böyük işlərin adamıyıq psixologiyasına qapılırlar. Halbuki tövhiddən dəm vurduğu halda özünü əxlaqi fəzilətlərin çoxundan məhrum etdiyindən xəbəri yoxdur. Tövhidi izah edir, amma qonşularına əziyyət verir. Tövhidi haydırır, lakin ağzından pis söz əski olmur. Tövhid əhlidir, amma çevrəsində tənbəlliyi ilə məşhurlaşıb, işləmək, ruzisini qazanmaq kimi bir əxlaqı yoxdur və ətrafındakı hamıdan borc alıb geri qaytarmır, insanların nəzərində etibarını itirib. Tövhid əhlidir, amma dilinə və gözlərinə sahib çıxmır. Hər sözündə zalimlərdən, tağutlardan bəhs edir, onlardan danışanda coşur daşır, lakin ata-ənasına hörmət və xidmət etməyi ağır bir yük kimi görür. Tövhidin sarsılmaz keşicisidir, amma əmanətə sahib çıxmır. Əmanət verilən sirləri və sözləri qorumur, müsəlmanların məhrəmini ifşa edir. Özünü tövhidin qalası bilir, amma Peyğəmbər varisi olan uləmaya qarşı bir ədəb nümayiş etdirmir. Tövhid davasının fədaisidir, amma bir hocaya və ya cəmaata bağlanmağı nəfsinə sığışdırmır, başına buyruq davranmağı təqva zənnidir. Özünü tövhidə nisbət edir, amma tövhidini pozan və İslamı ələ salan mürtədlərlə oturur, onlarla səmimi münasibət qurur. Dilində tövhid deyir, amma insanlara lağ etməyi, istehzanı xarakter halına gətirib. Və bu siyahını uzatmaq olar, qardaşlarım. Əgər biraz cəmiyyət içindəsinizsə və ya sosial mediadan istifadə edirsinizsə, bu qeyd etdiyim xarakterlər sizə yad gəlməyəcək. Bu bizim üçün acı, amma nə yazıq ki, reallıqdan uzaq olmayan bir mənzərədir. Rəbbim bizləri islah eləsin. Qiymətli qardaşlarım, unutmamalıyıq ki, bizlər imanımızı ancaq gözəl əxlaqımız və insanlarla olan gözəl münasibətlərimizlə tamamlaya bilərik. Çünki bizlər, mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim deyən Muhammed sallallahu aleyhi və səlləmin tabiçiləriyik. Resulullah sallallahu aleyhi və səlləm və onun yetişdirmiş olduğu İslam cəmaatında mütləq bizlər üçün çox gözəl nümunələr vardır. Muhammed əleyhissalatu vəssalam və əshabında dostluq üçün, ailə daxili davranışlar üçün,
ər-arvad münasibətləri üçün, cəmaat fərd əlaqələri üçün, qonşuluq haqları üçün, ata-əna haqları üçün, ticarət, borc, əmanət əxlaqı üçün, ağlınıza gələn hər bir sahədə bizlər üçün gözəl nümunələr vardır. Bizlər bugün əxlaqımızı almalı olduğumuz yerdən, yəni Rasulullah sallallahu aleyhi və səlləmdən almadığımız üçün sorunlarımızı ədalət əsasında həll edə bilmirik. Son söz olaraq bunu qeyd etmək lazımdır ki, əgər tövhidlə əxlaqı ayırsaq, ortaya bu iki sinifdən birinin çıxması qaçınılmaz olar. Əxlaqlı müşrik, əxlaqsız muvahhid. Təqdir edərsiniz ki, bu ikisi də Rəbbimizin razı olmayacağı bir haldır. Tövhidlə əxlaqı ayırmaq insanı natamam qoyur. Ya inancı düzgün olub davranışı pozulur, ya da əxlaqı yaxşı olub inancı səhv olur. Nəticədə ortaya ya əxlaqlı müşrik çıxır, ya da əxlaqsız muvahhid çıxır ki, hər ikisi də qəbul olunacaq bir vəziyyət deyil. Doğru olan isə inanc və əxlaqın birlikdə olmasıdır. Hər iki qrupdan da Allaha sığınır, ondan əfv və məğfirət diləyirik. Sözlərin sonu aləmlərin Rəbbinə həmd etməkdir.